35 günlük marafonumun bugünlerdeyim. 20. günündeyim. Dünen detoks günümüz olup. Bugün demek bir stəkan südün içerisine bir dənə yumurta vurmuşam. İndi 3 xörək qaşığı yulaf döküb, demek bir çimdik vanil döküb bişireceğim. Sonra da üzerine bir kaşık bal döküp nuş edeceğim. Bu yumurtayla sütdür. Bu muhallebi dadında yulafdır. Hələ bu en yüngül yeməyimizdir. Demək olar ki, gündə 3 dəfə qidalanırıq. 20 gündə 6 kiloya yaxın çəkini artıq geridə qoymuşam. Marafonumuz 15 günlükdür. Bütün xanımlar gözəl olsun. Mən də öz diyetologuma çox təşəkkür edirəm. Yəni yeyə, içə, rahat şəkildə, ac qalmadan, qəşəng bu qədər çəkini rahatlıqla geridə qoydum. Xüsusən Sahilə xanıma təşəkkür edirəm. Onun sayəsində mən bu marafona qoşuldum. Öpürəm səni, mənim gözəl Sahiləm. Demək muhallebim gördüğünüz kimi hazırdır. Bu da balı. Üzerine bir kaşık bal. Baxın, belə qidalanaraq artıq çəkilərdən qurtulun xanımlar. Mənasız, bilmirəm, diyetalarla, ac qalmaqla və yaxud da ki, dərmanlarla, iynələrlə, kofelərlə, çaylarla olmaz. Sağlamlığınızın qədrini bilin. Sağlamlıq gözəllikdir. Əgər gözəl olmasaz, sağlam şəkildə gözəl olmasaz, onun yaşamağın heç bir mənası yoxdur. Diyetologumuz deyir ki, bu normanı yeməlisiniz. Yeməsəz, bədəni stresə salacaqsınız, arıqlamayacaqsınız, artıq çəkiniz getməyəcək. Ona görə də məcburam bax bu qədər qidanı yeyəm və onu deyim ki, qidalanaraq isə 20 günə artıq 6 kilo